Muti döyüşü Hicri 8-ci il Cəmad əvvəl ayı miladı 629. Şam ərazisi, indiki Yordaniyada yerləşən Muti adlı bölgə. Peyğəmbər sallallahu İslamı təbliğ məqsədi ilə ətraf regionlara elçilər göndərildi. Bunlardan biri Haris ibn Umeyr Əzdi, Şam ərazisindəki Qassani, Xristiyan ərəb hakimi Şurahbil ibn Amr tərəfindən öldürüldü. Ərəb adətində belə elçinin öldürülməsi müharibə səbəbi sayılırdı. Bu hadisəyə cavab olaraq Peyğəmbər sallallahu 3000 nəfərlik ordu göndərdi. Peyğəmbər döyüşə getmədən əvvəl aydın şəkildə bu sırayla komandan təyin etdi. Zeyd ibn Harisə, Cəfər ibn Əbu Talib, Abdullah ibn Rəvahə. Bəzi tarixi mənbələrə görə düşmənin təxminən 100.000 nəfərlik ordusu cəmi 3000 nəfərlik müsəlman qüvvələri ilə qarşı-qarşıya gəldi. Zeyd ibn Harisə əlində bayraqla döyüşə qarşıladı. Qəhrəmancasına şəhid oldu. Cəfər ibn Əbu Talib bayrağı götürüb döyüşə davam etdi. İki qolu döyüşdə qılınca kəsildi, lakin o bayrağı qaldırmağa davam etdi. 90-dan çox yara aldı və şəhid oldu. Peyğəmbər sallallahu Cəfərin şəhadətini vəhy ilə bildi və buyurdu: Allah Cəfərə iki qolu əvəzində cənnətdə iki qanat verdi. Bu səbəbdən o, Cəfər Təyyar, Uçan Cəfər adı ilə tanınır. Bundan sonra müsəlmanlar öz aralarında Xalid ibn Vəlidi seçdilər. O yeni taktika ilə ordunu məhv olmaqdan xilas edib geri çəkildi. Tarixi mənbələrdə qeyd olunur ki, Xalid Peyğəmbər tərəfindən təyin olunmamışdı. Sadəcə müsəlmanlar onu seçmişdilər. Onun təhlükəni hiss edərək ordunu geri çəkməsi ağıllı qərar kimi qiymətləndirilir, lakin qəhrəmanlıq nümunəsi kimi təqdim olunmur. Müsəlman ordusu çox sayda şəhid verdi. Əsas komandanlar daxil olmaqla. Müsəlmanların Bizansa qarşı ilk ciddi qarşı durması, Əhl-i Beytə sadiq səhabələrin dəyəri bir daha önə çıxdı. Cəfər ibn Əbu Talib şəhidlik və fədakarlığın nümunəsidir. İmam Əli əleyhissalam onun haqqında belə deyib: Mənim iki qanadım vardı. Biri Cəfər idi, o biri Həmzə. İkisi də şəhid oldu.